Arif, başta biraz gecikdim. Size de biraz 45 dakika sayılır. Ne? Bize dünən demişdilər ki, xəstəxanaya aparacaqlar. Sonra institutda dedilər ki, bugün praktik olmayacaq. Mən də tez qaçıb avtomatdan zəng elədim sizə ki, xəbər eləyim, mən gecikirəm. Sonra? Çingiz müəllim telefonu götürdü, mən də utanıb dəstəyə yazdım. Atamdan utandın. Nəyə gülürsən? Necə yəni niyə utandın? Bəs desəydi ki, Arifi soruşan kimdir? Nə cavab verəcəkdim? Birincisi atam soruşmazdı ki, Arif axtaran kimdir. İkincisi də ki, deyərdin ki, tələbə yoldaşıdır. Burada nə var? Çingiz müəllim də soruşmazdı. Arifin Leningraddakı tələbə yoldaşları nə vaxtdan Azərbaycanca danışır? O da düzdür. Bilet aldın? Yox. Niyə? Qaydası olmadı. Necə? Bugün ərizə verdim. Cəbhəyə gedirəm. Nədir? Rəssam döyüşə bilməz. Xocaldakı müsibətdən sonra özümə yer tapa bilmirəm. Vicdanım yol vermir. Orada özümü Ferrari kimi hiss edirəm. Elə bilirəm ki, burada bütün oğlanlar hamısı cəbhəyə gedib, bircə mən qalmışam. İnşallah qoy torpaqları qaytaraq, düşmənləri qovaq, ondan sonra geri qaydaram, nişanlanarıq. Deməli cəbhəyə gedirsən. Bəli, Nigar xanım. Gedirəm vətəni qoruyam. Mən hər gün sənin üçün dua edəcəm. Axşam bitirmişəm. Nə qəşəng. Sənə hədiyyədir. Yəqin eşitmisən. Bu quşları ən vəfalı quşlardır. Ömürləri boyu bir dəfə sevirlər. Əgər birdən biri ölsə, O bir özünü mütləq öldürür. Sağ ol Aygün. Ayrıca bir tane kurufu size. Aygün özü. Sağ ol Aygün. Aygün Saltık'ta.